Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilərimiz. Azərbaycan nədən danışdı proqramının növbəti buraxılışını təqdim edirik. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, bildiyiniz kimi İranla Amerika arasında razılığa gəlinib və yekun razılaşmanın hazırlanması üzərində artıq işlərə başlanılıb. Biz bu razılaşmadan irəli gələn məsələləri bu gün müzakirə edəcəyik. Eyni zamanda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri və Ermənistanın sabiq prezidenti Koçaryanın ölkədən çıxışına imkan verilməməsi ilə bağlı mövzular da diqqət mərkəzimizdə olacaq. Söhbətimizə başlamazdan öncə qeyd edim ki, politoloq Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə bizə telefonla bağlanıb. Hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Məhəmməd müəllim, İranla Amerika arasında nəhayət ki razılığa gəlindi. Siz ümumiyyətlə bu razılaşmanı, bu anlaşma memorandumunu necə qiymətləndirirsiniz? Bu yekun razılaşmaya gətirib çıxaracaqmı? Təbii ki, ABŞ və İran arasında fevralın 28-dən aprelin 8-nə kimi demək olar ki, çox böhranlı bir, humanitar böhrana gətirib çıxaracaq bir müharibə baş verdi. Çox dağıdıcı müharibə idi və bu müharibə nəhayət ki, aprelin 8-də atəşkəs və növbəti mərhələdə tərəflər arasında mütəmadi atəşkəs pozulsa da danışıqlar getdi Pakistan vasitəsilə və nəhayət ki, iyunun 14-də məhz Donald Trumpın 80 illik ad gününə kimi Amerika tərəfi çalışırdı ki, İrandan bir razılaşma əldə olunsun. Təbii ki, aparılan danışıqlar tərəflər arasında orta məxrəcin tapılmasına gətirib çıxartdı. Burada düşünürəm ki, Amerikanın tələbləri məhz İran tərəfindən qəbul edildi. Burada əsasən nüvə silahından gələcəkdə tamamilə imtina edilməsi və nüvə zəncirləşdirilməsi dayandırılmasıdır. Bu Amerikanın tələbi idi. Yəni bu yerinə yetirildi. Hesab edirəm ki, əldə olunan razılaşma iyunun 19-da Qalibaf və Amerikan vitse-prezidenti Vance tərəfindən Avropada yekun müqavilə imzalana bilər. Düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının məsələyə praqmatik yanaşması, həmçinin İran tərəfinin də rəsmi şəkildə iyunun 19-da yekun sazişə imza atması, düşünürəm ki, yekun saziş imzalana bilər. Sizcə bu saziş qalıcılığına sizin fikriniz nədən ibarətdir? O nə dərəcədə etibarlı olacaq? Bilirsiniz, İran tərəfi üzərinə düşən öhdəlikləri əməl etməlidir. Yəni Amerika tərəfi buna baxacaq. Fikir verək. İran tərəfi nüvə məsələsinə imtina edir. Nəticədə Amerika tərəfi İrana milyarlarla dollar yatırım eləyəcək. 3 milyard dollar İranın qurulması, sanksiyalardan azad olunması, həmçinin İran tərəfi də Hörmüz boğazına azad naviqasiya ilə razılaşdırılsın, tətbiq eləməyəcək. İndi bunu bəziləri qeyd edir ki, xüsusilə Donald Trump əleyhdarları deyir ki, bu Trumpın fiyaskosudur, İranın qələbəsidir. Bu məsələn üsulla tamamilə bitməyəcək, yenidən müharibə başlayacaq, amma mən belə düşünmürəm, çünki İranın da istəyi burada qalıcı sülhə, anlaşma ilə olmaqda, həmçinin Amerika Birləşmiş Ştatlarında. İndi burada İsrail tərəfi prosesi tamamilə sabotaj etməyə çalışır. İsrail tərəfi kirli informasiya dövrəyə buraxır. Ona görə də mən düşünürəm ki, bu müqavilə tamamilə qalıcı olacaq. İndi İsrail tərəfi, çünki İsrail lobbisinin kifayət qədər təsir etdiyi kütləvi informasiyalar var dünya miqyasında, regional miqyasında. Onlar deyir ki, qalıcı olmayacaq, İran güclənəcək və İran yenidən İsrailə hücum edə bilər. Amerikanın demək olar ki, beynəlxalq imici sarsıldı. Yəni belə bir şeylər yoxdur. Məhəmməd müəllim, siz necə düşünürsünüz? Məhz bu anlaşma memorandumunu məhz Amerika prezidenti Donald Trump'ın 80 illik yubiley gününə təsadüf etməsi sizcə bu İran üçün bu tarixin önəmi yoxdur, yoxsa bu sizdə hansısa suallar doğurdumu rəsmi Tehran baxımından? Bəli, bilirsiniz, həmişə Donald Trump deyirdi ki, İran rəsmiləri bizlə çox sadəlövh, normal, yalvarıcasına danışır, amma çıxırlar ekrandan tamamilə anti-Amerika
Amerika ölüm şüarları səsləndirirlər. Amma göründüyü kimi İran tərəfi məhz bir növ Donald Trump'ın 80 illiyində ona bir hədiyyə etmiş oldu. Bir növ onun doğum gününü təbrik elədilər. Həmin iyunun 14-də sazişə imza atmalı ilə sazişə imza atan parlamentin sədri Qalibaf da elə ondan sazişə imza atmamışdan 2 gün əvvəl Amerikaya təhdid dolu bir mesaj yazmışdı. Amma göründüyü kimi Donald Trump'ın alt günündə o sazişə imza atdı. Yəni İran tərəfi nə qədər özünü qalib hesab etsə də və İran xalqına bunu öz qürurlarını qoruduğunu vurğulasalar da, yəni göründüyü kimi bir növ Donald Trump'a hədiyyə etmiş oldular. Məhz Amerika tərəfi də müəyyən bir İrana müəyyən bir bu məsələdə də şərait yaradıb ki, daxili publikada özünü qalib hesab etsin. Yəni bir növ Amerika administrasiyası İran daxili auditoriyası üçün, İran rejiminin qürurdan düşməməsi üçün yəni belə bir fürsət də verdi ki, İran hakimiyyəti daxili publikaya özünü qalib hesab etsin. Hesab edirəm ki, bu da Amerikanın İrana bir güzəştidir. Qayıdaq regionumuza. Bir neçə gün bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana səfər etdi və düşünürəm ki, bu Azərbaycandan ən yüksək səviyyəli səfəri, ilk səfəri idi və yəqin ki, siz də bu səfəri izləyirdiniz və ümumiyyətlə təəssüratlarınız nədən ibarətdir? Təbii ki, Azərbaycan prezidentinin köməkçisi cənab Hikmət Hacıyevin Ermənistana Dilicana səfəri təbii ki, bu çox müsbət bir prosesdir. Sülh prosesinin davam etdirilməsi hər iki tərəfin bu məsələdə siyasi iradə ortaya qoymağının bariz nümunəsidir. Və qeyd edim ki, bununla da Azərbaycan sülhə sadiq olduğunu nümayiş etdirdi və düşünürəm ki, Azərbaycanla və Ermənistan arasında artıq yekun sülh müqaviləsi istiqamətində çox ciddi şəkildə siyasi iradə ortaya qoyuldu və düşünürəm ki, Azərbaycan prezidentinin və köməkçisinin Ermənistana səfəri iki tərəfli qarşılıqlı etimadın formalaşmasında xüsusi rol oynayacaq. Necə düşünürsünüz, Məhəmməd müəllim, bu səfər həm də parlament seçkilərindən sonra Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı keçirilməsi nəzərdə tutulan referenduma bir istiqamət, yön və yaxud da dəstək xarakteri daşıya bilərmi? Bilirsiniz, Ermənistan hökumət başçısı Nikol Paşinyan partiyası, Vətəndaş Müqaviləsi partiyası parlamentdə konstitusiya çoxluğuna nail ola bilmədi. 71 mandat qazana bilmədi. Ona görə də referendumu tək başına həyata keçirməyəcək. Amma parlamentdə 65 yerə sahibdir və bu da hökumətin qurulmasına və digər qanunların qəbulu üçün müəyyən bir səs çoxluğu alıb. Əsasən konstitusiya referendumu üçün qeyd etdiyim kimi vəziyyət müəyyən qədər polemikdir və bunun təbii ki, hüquqi əsasları, müəyyən məsələlər razılaşdırılmalıdır və görünür Azərbaycan tərəfi də bu məsələdə Ermənistanla dialoqdadır və düşünürəm ki, Nikol Paşinyan müəyyən bir hüquqi bir prosedur nəticəsində yekun sülh müqaviləsinin imzalanması istiqamətində də məsələlər müzakirə olunub, amma konstitusiya dəyişikliyi üçün təbii ki, referendum lazımdır. Bu referendumda parlament tərəfindən də təsdiq olunmalıdır. Yəni dediyim kimi bu problemlidir, amma Hikmət Hacıyevin Ermənistan səfərində bu məsələlər müzakirə olunub. Təbii ki, bu Azərbaycanın Ermənistan hökumətinə dəstəyi kimi də xarakterizə etmək olar. Görünür, siyasi əlaqələr qurula bilər. Düşünürəm ki, bu məsələlər müzakirə olunub. Yekun sülh müqaviləsi olmadan siyasi əlaqələr mümkün ola bilər. Diplomatik təmaslar qurula bilər. Bu mümkündür və düşünürəm ki, bu məsələlər müzakirə olunur.
Və Ermənistan mövzusunu davam etdirmişkən sizin Bəli. bir məsələyə də münasibətinizi öyrənmək istəyərdim. Bir neçə gün bundan əvvəl sabiq prezident həm də seçkilərdə Nikol Paşinyanın rəqiblərindən olan Robert Koçaryan Zvartnos beynəlxalq hava limanında saxlanıldı və onun ölkədən çıxışına imkan verilmədi. Bəli. Sizcə bu nə deməkdir? Bu o deməkdirmi ki, artıq Nikol Paşinyan siyasi rəqiblərini siyasi səhnədən çıxarmağa başlayıb, yoxsa başqa səbəblər var? Mən düşünürəm ki, Nikol Paşinyan bunlara siyasi rəqib kimi yox, terrorçu kimi baxır. Yəni Robert Koçaryan heç də siyasi rəqib deyil. Bu adam Ermənistan dövlətçiliyinin düşməni, regionda xalqlar arasında nifaq toxumu səpən, terrorçu, revanşist və indi də Ermənistanı qarışdırmağa çalışır. Mən hesab edirəm ki, gəlin Robert Koçaryanın siyasətçi kimi yox, Nikol Paşinyan dediyi kimi cinayətkar kimi, erməni xalqını bəlaya düşar edən şəxs kimi xarakterizə və mən hesab edirəm ki, Nikol Paşinyan onlara qarşı siyasi repressiya həyata keçirmir. Bunlar cinayətkardır. Ermənistanı 30 il bunları girovluqda saxlayıblar, Ermənistanı forpost ediblər, qonşu Azərbaycana qarşı işğalçılıq siyasəti aparıblar. Ona görə də bunlar ədalət qarşısında, məhkəmə qarşısında cavab verməlidir. Ona görə də Nikol Paşinyan bunları yaxşı eləyir, cəzalandırır. Bu siyasi repressiyadır. Həmçinin Samvel Karapetyan Rusiyadan gəlib, nəyə gəlib? Ermənistanla Azərbaycan arasında qarşı durma yaratmağa, sülh prosesinin üstünə xətt çəkməyə. Bu da siyasətçidir, bu təxribatçı ünsürlərdir və bunlar siyasətlə məşğul olmağı yox, bunlar gəlib cinayətkarlıqla, separatizmlə, xalqlar arasında düşmənçiliyi həyata keçirməyə, yenidən müharibə etməyə. Ona görə də hesab edirəm ki, bu cinayətkarları Ermənistan baş naziri neytrallaşdıracaq və onları layiq olduqları yerə həbsxanaya göndərəcək. Yəni dediyim kimi bunların heç biri siyasətçi deyil, terrorçudurlar və terrorçuların da yeri həbsxanadır və Nikol Paşinyana da bu məsələdə uğurlar arzulayırıq. Çox sağ olun Məhəmməd müəllim. Sizə də Mən təşəkkür təşəkkürümüzü edirəm. bildiririk maraqlı sağ olun. müsahibənizə görə və bir daha Sağ olun. dinləyicilərimizin diqqətinə çatdırım ki, bizimlə telefon bağlantısında politoloq Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz sona çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun.